Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində 4 sot torpaqda bir böyük zal, 2 böyük otaq olan, bax belə bir həyət evi satılır. Hal-hazırda zalını görsün. Zalın ölçüsü 8-in 4-dədir. Bax bu cürdür. Otaqlar isə 6-nın 4-dədir. Qiyməti 39.000 manatdır qiymətində. Mən bildiyimə görə mütləq bir balaca razılaşma olmalıdır. Hal-hazırda mən sizə otağını göstərirəm. 2 qat kubiklə hörülüb. Sənədi ilkin sənəddir, bələdiyyə torpağıdır. İlkin sənəd bu deməli daşınmaz əmlakın sahibinin adınadır. Yəni özü üçün vaxtilə tikdirib bu evi bax bu cür dedim. İndi isə deməli otaqlardan birini görsünüz. Bax otaqlar həqiqətən böyükdür. 6-nın 4-dədir. Mən ölçünü deyirəm. Ola bilsin videoda bir balaca kiçik görsənsin. Ancaq fakt üstə bu cürdür. Deməli otaqların içində bir zalda, bir otaq, bir mətbəxdə olan pol bax belə möhkəmdir. Mətbəxin ölçüsü isə 4-ün 4-dədir. Yenidən mən sizə mətbəxini göstərirəm. Dediyim kimi 2 qat kubiklə hörülüb. Yenidən otaqların necə yerləşməyini sizə göstərirəm. Qiyməti 39.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Yenidən deməli zalını görürsünüz. Eyni zamanda otaqların necə yerləşməyini. Deməli bu həyət evi Seviş qəsəbəsində, yəni Məhsəti qəsəbəsində 21 nömrəli orta məktəbin aşağı tərəfi demək mümkündür. Yəni ərazini bax bu cür deyə bildim. Bundan başqa 27.05-in qurğundan Paştovoy getdikdə sağ tərəfdə yerləşən balıq restoranı yanından da gəlmək mümkündür. Bura isə deməli hamamıdır, təmirlidir. 2 tonluq su bakı var. Bax bura bu zonadır. Hal-hazırda yaşayış yoxdur. Demək olar ki, bu həyət evində uzun müddətli yaşayış olmayıb. İndi isə mən sizə deməli bağçasını, bir də ki məhəlləsini göstərirəm. Bundan başqa evin üst hissəsini görmək mümkündür. Bax, krişasını mən sizə göstərirəm. Qarşıda 4-ün 5-ə əldamı var. Bundan başqa otaqlardan birinin, bir də ki mətbəxin alt hissəsi badvaldır, hündürdür. Bax, bura deməli, yenidən mən sizə bağçasını göstərirəm. Bir də ki, bağça tərəfdən evin xarici görünüşünü görmək mümkündür. Bax, yenidən mən sizə göstərdim. Su bakını da görmək mümkündür. Bax, belə bir həyət evinin qiyməti 39.000 manatdır. Qiymətində mütləq bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.